Salam, Allah'tan hər bir evə ruzu bərəkət arzu edirəm. Mən bugün lahmacun hazırlayıram. Lahmacun xəmiri üçün mənə lazımdır un, pesok, duz, su ilə xəmir yoğururuq. İçli üçün isə mənə lazımdır ət, tomat pastası, soğan, sarımsaq, cəfəri, qırmızı biber, göy biber, 2 dənə də pomidor. Duz üstü zövqə görə. Yarım kiloyuna 1 xörək qaşığı pesok əlavə edirik. Biraz tuz əlavə edir, xəmirimizi yoğururuq. Artıq xəmirimiz hazırdır. Xəmirimizin üstünü örtür, qoyuruq 15 dəqiqə qalır. Həmin müddətdə biz içliyini hazır eləyirik. İndi isə içliyimizi hazırlayaq. Bütün ərzaqların hamısını robotdan keçirdirik. Bütün ərzaqlarımızı robotdan keçirdik. İndi isə üzərinə bir dolu qaşıq tomat pastası əlavə eləyirik. Ərzaqlarımızın üzərində 500 qram çəkilmiş ət əlavə edirik. Duzunu əlavə edirik. Ustaotunu əlavə edirik. 1 çay qaşığı da toz biber əlavə edirik. Artıq içliyimiz hazırdır. İçliyimiz bu cür olur. Balaca kündələr tuturuq. İndi isə kündəmizi yayırıq. Yuxalarımızın qalınlığı bu cür olur. Əlimizlə bastıra-bastıra əti xəmirin hər yerinə yayırıq. Lahmacunlarımızı istəyirsiniz fırında, istəsəniz də tavada da pişirmək olur. Silimizə yağlı kağız sərir, üzərinə lahmacunumuzu qoyur, 250 dərəcəli fırında pişiririk. Lahmacunumuz hazırdır. Hazırlayıb yeyən hər kəsə nuş olsun.